Prezidentin fərmanı ilə Bakubas və Bakı taksi xidməti Bakı metropoliteninin tərkibində birləşdirilir. Bu isə deməkdir ki, metro, avtobus, tramvay və taksi xidmətləri vahid mərkəzdən idarə olunacaq. Ümumiyyətlə, bax, bu birləşmə hansı zərurətdən yaranıb və sıravi sərnişin üçün bunun əhəmiyyəti nədir? Bu qərar Bakıda və eləcə də ölkəmizin digər şəhərlərində ictimai nəqliyyatın yeni mərhələyə keçməsinin əsasını qoyan strateji bir addımdır. Artıq dünyada nəqliyyat ayrı-ayrı sahələrlə deyil, şəhər üzrə ümumi bir ekosistem kimi qəbul olunur. Sərnişinlər bu sistemdən nə əldə edəcəklər? Artıq metro, avtobus, tramvay ayrı-ayrı nəqliyyat növləri deyil, bir-birini tamamlayan vahid şəbəkənin bir elementləri kimi çıxış edəcək. Və bunun nəticəsində sərnişinlər öz səfərlərini planladığı zaman və onlara məlumatlar verildiyi zaman və yaxud da rəqəmsal həllər zamanı vahid koordinasiyalı məlumatları almaq imkanları əldə edəcəklər. Bu əməliyyat cəhətdən də bizim üçün çox əhəmiyyətlidir. Belə ki, bu nəqliyyat növlərinin koordinasiyalı təşkil olunması şəhərdə sərnişin axını düzgün idarə etmək və eləcə də sərnişinlərin balanslı hərəkətini təmin etmək üçün bizə kifayət qədər yeni alətlər verəcək. Burada əsas məqamlardan biri də rəqəmsal həllərdir. Bu nəqliyyat növlərindən daxil olan məlumatların eyni mərkəzdə analiz olunması, emal olunması və bunun əsasında data əsaslı verilən qərarlar sərnişin sıxlığının idarə etməsi üçün yeni bir imkan yaradacaqdır.